İmam Həsən Əskərinin şəhadəti və İmam Mehdinin imaməti. İmam Həsən Əskəri Abbasi sarayının ağır təzyiqləri altında yaşayırdı. Xəlifələr imamın ictimai nüfuzu və mövqeyindən o qədər narahat edilir ki, onun hər addımını izləyir. Həftənin müəyyən günlərində saraya çağırır, bəzən həbs edir, bəzən də müxtəlif təzyiqlərlə onu xalqdan uzaq salmağa çalışırdılar. Çünki onlar bilirdilər ki, bu evdən elə bir nur doğulacaq ki, zalımların qurduğu səltənətləri sarsıdacaq. Nəhayət xəlifə Mötəmdin əmri ilə İmam Həsən Əskəri zəhərləndirildi və Hicri 260-cı il Rəbiül Əvvəl ayının 8-də şəhadətə çatdı. Samirra matəmə büründü. Zalımlar düşündülər ki, imamın şəhadəti ilə təhlükə aradan qalxıb. Hətta onun övladının olmadığını yayaraq şiələri ümidsizliyə salmağa çalışdılar. Amma bilmirdilər ki, Allahın qoruduğu ilahi hüccət artıq dünyaya gəlmişdi. Atasının şəhadəti ilə imamət bayrağı Həzrət Məhdiyə əmanət edildi. Çünki yeryüzü heç zaman ilahi hüccətsiz qala bilməzdi. İmam Həsən Əskərinin cənazəsi qarşısında insanlar namazı kimin qıldıracağını gözləyirdilər. Elə bu zaman gözlənilmədən 5 yaşlı Həzrət Məhdi insanların qarşısına çıxdı. Atasının cənazə namazını özü qıldı və bununla imamətini aşkar etdi. Ardınca Allahın əmri ilə qeybə çəkildi. Zalımlar İmam Həsən Əskərini aradan götürməklə hər şeyin sona çatacağını düşünürdülər. Amma bilmirdilər ki, imamət artıq Həzrət Məhdi əleyhissalam ilə davam edirdi. Bugün biz həmin nurun zuhurunu gözləyirik. Elə bir günü ki, İmam Məhdi zuhur edəcək və zülmlə qaralmış dünyada ədaləti hakim edəcək.